Abu Bakır el-Miski, el-Miski, ətirli Abu Bakır. Quranla məşğul olan bir gənc idi. Quran öyrənən, öyrədən, Quranı əzbərləyən, həyatını Qurana ayırıb. Lakin işi də var, parça satmaqdır, qumaş. Və gedir hər gün bazara müəyyən qədər parçadan satır və qayıdır. Və fitnəkar, fahiş qadınlardan biri görür onu, gözü düşür ona. Və bir gün yoluna çıxır, deyir ki, evə gedək, o parçalardan mənə göstər, alım evdə də ödəyim pulu bu, haqqı bu. Deyir, yaxşı. O da gəncdir, safdır, nəticəni fikirləşmir. Olmaz axı, qadınla tək qalmaq olmaz. Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Bir qadın, bir kişi naməhrəm, tək qalarsa üçüncüsü kimdir? Şeytandır. Gəlir. Gəlir qadının evinə və evə girən kimi qadın surətli şəkildə qapıları bağlayır. Bağlayanda və ona təklif edir ki, mənimlə yaxınlıq eləyəcəksən, zina eləyəcəksən mənimlə. Və deyir ki, Allahdan qorx, özvü də, məni də oda salma. Və la təqrabu zina, Allah taladır ki, zinaya yaxınlaşmayın. İnnehu kânə fahişətən və səə səbilə. Çünki o pis, iğrənc, fahiş bir yoldur, əməldir. Allah qadağa eləyib, eləmə. Deyir ki, yox, əgər etməsən, səsküy salacam. Hamını yığacam bura ki, mənə təcavüz eləmək istərdin. Deyir, yaxşı, razıyam. İcazə ver, ehtiyacımı ödəyim, gəlim. İcazə ver, ehtiyacımı ödəyim. Qadındır ki, yaxşı get. Və fikir verin, qardaşlar, Allah Teala necə çıxış yolu açır ona. Gedir, ehtiyacını ödəyir və öz nəcisindən sürtür üstünə. Çıxış yoludur. Və sürtür üstünə gəlir, qadının yanına deyir ki, istəyirsən və bəddua eləyir, lənət oxuyur ki, çıx evimi tərk elə. Çünki bunlar iyi gəlir. Və yolda gedəndə hətta uşaqlar ona gülürlər, ələ sallı, istehza eləyirlər ki, bu nə gündədir? Və gəlir evə yunur, təmizlənir və ibadəti, zikri, duanı artırır ki, Allah Teala onu çıxartdı. وَمَنْ يَتَّقِ اللّٰهَ جَعَلَهُ مَخْرَجًا. Görürsünüz, kim Allah'tan qorxsa Allah ona çıxış yolu açacaq. Açır Allah Teala. Və gecə yuxuda görür ki, ona bir dənə nida gəlir. Ki, sən məndən qorxdun və o qorxu üzərində hətta özümü darladın, ölənə qədər sənə gözəl ətir iyi verəcəm, səndən gözəl ətir iyi gələcək. Deyir ki, səhər durur, gedir sübh namazına meçitə. Meçitə gedəndə İnsanlar buna deyirlər ki, səndən nəsə yaxşı iyi gəlir. Hansı ətirdən istifadə eləmirsən? Və həmin anda səcdəyə qapılır. Allah'a şükür səcdə isə eləyir ki, sənə həmd olsun ya Rab. Deyirlər ki, ölənə qədər o ətir niyə ondan gəlirdi? Ölənə qədər. Hətta onu yuyanlar deyirlər ki, vallahi o iyi, o gün bugün ondan gəlirdi. Ona görə ona deyirlər ki, Abu Bakır el-Miski, miski verirdi adam. Misk ətiri niyə gəlirdi ondan?